Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Mən bugün sizə fonetika 43-cü testdən başlayaraq izah edirəm. Deməli müəllimlər bizə deyir ki, egoistcəsinə və ətli qanlı sözlərinin doğru fikirləri seçirik. Egoistcəsinə sözünün tələffüzündə o aya çevrilir, y səsi artırılır, t da nə edir? T da düşür. Ətli qanlı da l da olur, bu birisi l isə n olur, ətli qanlı. Onda gəlin baxaq. Deyir, yazışı ilə dəyişib fərqlənir. Bu ortaya yazılmalıydı deyə bir olan cavab səhvdir. Bizə nə lazımdır? Bizə doğru cavablar lazım idi. Gəlin sonra növbətlərə baxaq. Deməli, bir olan cavabları nə edirik? Çıxmalıyıq. Niyə çıxmalıyıq? Çünki bir ortaya yazılmalıydı. Kənara yazılmağı ilə səhv yazıblar. Aha. Səs düşümü səsi artımı var. Bəli, y səsi artır, t səsi düşür. Deməli, 2-ni nə edirəm? 2-ni götürə bilirəm. Sonra vurğu sonuncu hecadadır. Egoistcəsinə də cəsinə vurğu qəbul etmədiyinə görə, amma əhtiqanında sonuncu hecadadır. Görək vurğu sonuncu hecanı ortaya yazıb. Ortaya yaza bilməzdi. Ona görə 3 olan cavabımız da çıxır. Cavab gəlir D. İndi gəlin sübut eləyək görək. Həqiqətən D'dirmi? Dördüncü, kar qarşılığı olmayan samit işlənib. Əhtiqanıda n işlənib, egoistcəsinə də n işlənibdir. Deməli, bu ortaq cəhət götürülə bilər. Eyni samitlər müxtəlif səslərə çevrilir. Eyni samitlər müxtəlif səslərə çevrilir. Bəli, ətli qanlıda eyni l-dır, birində d-ya, birində n-ya çevrilir. Deməli, düz cavab oldu D bəndi. Cingiltilər deyir kar samitdən çoxdular. Ona qalsa elə egoistcəsinə də cəmi bir dənə s ilə 2 dənə s var da, cəmi kar samit. Ətli qanlıda da bir dənə, hər ikisinə cingiltli çoxdur. Deməli, D variantı. 44. Bütün sözlər düzgün yazılmışdır. Deməli, dedik ki, 43-cə cavabımız D oldu. 44-ə baxırıq. 44-də nə deyir? Deyir, harada bütün sözlər düzgün yazılmışdır. Olan bir atlas köynək, yaraşan gül əndama. Bəli, biz demişik, atlas z yazılıb, vurğu da sona düşəndə parçadır. Amma atlas olanda xəritə toplusudur. Yəni, bizə atlas köynəyin yazılışı düzdür. Əndam, bədən, bu da yəni uyğundur. Deməli, biri götürməliyik. Çünki bizə nə lazımdır? Düz lazımdır. Gümüşüm tuc oldu, zərziban bez, qəlb çıxır aldığım mal qoca bəxtim. İndi qəlb çıxır ürək deməkdir. Qəlb nə deməkdir? Qəlb ürəkdir. Deyir, aldığım mal ürək çıxır, deyə bilməz elə. Deyər ki, aldığım mal qəlb çıxır. Yəni, necə çıxır? Saxta çıxır, saxta. Deməli, ikincini götürə bilmərəm. 2 olan cavabları çıxmalıyam. Mənə düz lazımdır axı. Savadlı gənclərin bəyazı olardı. Bəyazı olmazdı, bayazı olardı. Niyə? Çünki bəyaz ağ deməkdir, bəyaz qar. Amma bayaz şeir dəftərçəsidir. Bəyazlara yox, yenə bayazlara. 3 olan cavabları da çıxartmalıyam. Dedim, ey gül, niyə etdin məni zülfündə əsir? Dedi, divanə olan şəxsə gərəkdir zəncir. Deməli, burada bir səhv görmədim. Zülfündə, saçında deyir. Dedim, ey gül, niyə etdin məni saçında əsir? Dedi, divanə olan şəxsə zəncir gərəkdir. Zəncirlənməlidir də, dəli. Yəni, dedi ki, dəli zəncirlənməlidir. Deməli, 1 və 4-cü. Yəni, dəli aşiqdə. Deməli, 1 ilə 4 S oldu. Görək 5 niyə olmur ki? Mədəniyyət uğrunda çalışmaq bir günlük, bir aylıq kampaniya deyil. Kampaniya başqa şeydir, kompaniya başqa şeydir. Deməli, ona görə bunun da yazılışı səhvdir. Oldu C bəndi. Yazarlar feilinin dediyinə görə biz nə etməliyik? Bunu L eləməliyik. Bunu dəfələrlə biz demişik ki, bu qaydanı demişəm. Demişəm, bu sözlər. Yazarlar, açarlar, bax bu sözlər feildirsə L olur. R-lıya dönüşür və feildirsə lar vurğu qəbul etmir. Vurğu lardan əvvələ düşdü. Gəlin baxaq ona. Səhv fikirlər lazımdır mənə. 45-də səhv fikirləri seçməliyəm. Dil arxası və gen saitlərin ahəngi müşahidə olunur. Dil arxası gen, yəni açıq saitlər. A-nın yəni açıq dil arxası saitlər. Yəni açıq qalın demək istəyir. Gen nə idi? Açıq idi. Dil arxası nə idi? Qalın idi. Qalın açıq sait A. A-nın deyir ki, ahəngi var, bəli. Səs və hərf tərkibi eyni, keyfiyyətcə fərqlidir. Bəli, kəmiyyətcə, yəni say eynidir. Say eyni, səs düşümü, səs artır. Keyfiyyət amma fərqlidir. Niyə? R-lıya dönüşüb. Yazarlar şəklində tələffüz olunur. Dedim ki, bu necə olur? Feildə L olur. Deməli, 4-ümüz səhvdir. Qarşılığı olmayan samitlərin 3-ü də eynidir. 3-ü də eyni deyil. Tələffüzə baxın. Yazarlar. 3 eyni deyil. İkisi birdir, biri də bir. Deməli, 4 ilə 5 səhv oldu. 4 ilə 5 olan cavabımız görək varmı?
Gəlin baxaq görə 4-dən 5 D-dədir. Deməli 45-də olmalıdır D bəndi. 46. Bütün sözlər deyir düz yazılsın. Gəlin görək bütün sözlər harda düz yazılıbdır. Düşdükcə o istəkli səmtə nigahım, əflakə ucaldı o zaman şöyle-i ahım. Burada görəm səhv yoxdur. Deyir düşdükcə o istəkli səmtə nəzərim, əflakə ucaldı o zaman şöyle-i ahım. Bu düzdür. Bizə düz yazılan lazımdırsa bir də düzdür. Çocuk açılmamış bir dəfnədir. Dəfnə başqa şeydir. Dəfinə başqa şeydir müəllimlər. Dəfinə xəzinə. Dəfnə başqa. Dəfnə ağacı. Deməli bu ola bilməz. 2 olan cavablarını indirəm, çıxarıram. Gördü ayı kəndli çəkir zəhməti, var əcəb, asudə, asan sənəti. Bu da var. Nə işdir ey fələk? Dildarı dildarından ayırmaq. Cəfakar aşıqı yarı vəfadarından ayırmaq. Deməli deyir ki, nə işdir ey fələk? Nə işdir yoxsa nə işdir? Xəbərlik çəkicinin r'sının salıbıdır. Ona görə 4 də səhvdir. Oldu A bəndi. 1 və 3. Keçək növbəti sualımıza. Müəllimlər, deməli 47-də deyir ki, hansı heca 2 şəkilçidən ibarətdir? Əvvəl hecalayaq, sonra barışdıq. Dık hecasında D qrammatik şəkilçidir. Q şəxs sonluğu. D zaman Q şəxs sonluğu. Deməli bu heca 2 şəkilçidir. Məktublamaq sözü yoxdur, laş bütövdür. Alovlamaq yoxdur, lan bütövdür. Qızar, qızart, qızardır. Deməli 2 şəkilçi dediyinə görə bizə 1-5 qarşılamaq var, şu da 1. 1-3-5, 1-3-5 hardadır? B-dadır. 1-3-5 deməli 47-də B-ni götürürəm. 48-ə baxaq. Tapdalamaq axırıqıdır. Adekalon 2 dənə A var. Cəldlik, D-nın üstəlik gəlmək demişəm 3 fərq deməkdir. T, D, İ, H. Cəldlik. Gəlin baxaq. Deməli, uyğunluğu göstərməliyik. Tapdalamaqda bir fərqdir. Bir fərqdirsə 1-ə 1-i uyğunlaşdırmalıyıq. Adekalonda 2 fərqdir, 2-yə 2-ni. Cəldlikdə 3 fərqdir, 3-ə də 3-ü uyğunlaşdırmalıyıq. Gəlin baxaq görək müəllimlər hansılardır. Aha. Manastır, tramplin. Tramplin i girir, manastır A ulaşır. Deməli bir fərqi olar hansı? B olar. Bir fərqə. Sonra müəllimlər, sonra görək hansını götürməliyik. 2 də adekalon 2 fərqdir. 2 fərqdirsə gəlin düşünmək, heyfsilənmək. 2-yə də uyğun gəlir C bəndi. 3-də 3 fərqdir. 3-ə də fəhimlə, təəssüf, düşür, nən. Bu da 3-ə də 3 fərqdir. Deməli 1B, 2C, 3E uyğundur. Xətkeşlə cahcalada fərq yoxdur deyə D olan cavabları çıxarın geçsin. Çünki D heç birisinə uyğun deyil. Deməli cavabımız olur B bəndi. Asanla səlisdə də fərq yoxdur. Asanla səlisdə fərq yoxdur. Cahcalarla xətkeşdə fərq yoxdur. Deməli A ilə D harda varsa çıxardırıq onlar o dəqiqə. Sonra müəllimlər 44-də baxaq. Bu sözləri biz tanıyırıq, bilirik bunları ki, bunlar yazışı deyişindən fərqlənməyən sözlərdir. Səs düşümü, səs artımı yoxdur. Y səsi artmır bunlara. Bunları tanıyırıq bu sözləri. Baxaq görək ona nə deyir. Deyir hamısının ortası nədir? Heç birində Y yoxdur tələffüzü. Yoxdur, riayətdə Y var da, onsa sözün özündə var. Kar cingitli samit cütlüyü işlənmişdir, yoxdur. Ş-nın J-sı, T-nın D-sı, C-nın Ç-sı, cütlük budur, yoxdur orada. Kar cingitli cütlüklər, kar samitlər cingitlidən çoxdur. Kar samit cingitli, niyə? Riayətdə bir dənə T-kardır, qalan cingitli. Səs uzanması, səs artımı yoxdur. Uzun tələffüz olunma eyni hecadadır. Şücaət, A uzanır, ikinci heca. Qiraət, A uzanır, ikinci heca. Riayət, A uzanır, ikinci heca. Deməli oldu 49-da E bəndi. 50. Qışlamaq, qışlamaq. Qışlamaq yox ha müəllimlər, qışlamaq deməliyəm. 50-də görək nə deyir. Fərqli yalnız qrammatik şəkilçilədir. Niyə? Qışla. Leksikdə də var. Yalnız qrammatikdə deyil. Cingitlə başlayır, cingitlə bitir. Xeyr, xeyla bitir. Ona görə səhvdir bu da. Sonur samit deyiliş zamanı dəyişmir. Niyə dəyişmir? L-d olur. Bu da fərqdir. Hamısı dodaqlanmayan açıq saitdir. Bəs I nədir? I qapalıdır axı. 2 fərq var. Bəli, L-d olub, qıdaxı olubdur. E bəndi. Məhsul və şöhrətli. Heç birisində fərq yoxdur. Sadəcə şöhrətlinin L-sı D olub. Şöhrətli olub. Amma kökdə yoxdur orada fərq. Deməli, müəllimlər, bizə nə lazımdır? Bizə uyğun fikirlər lazımdır. Baxaq.
Kar qarşılığı olan və olmayan cingitli samit var. Kar qarşılığı olan və olmayan cingitli samit var. Kar qarşılığı olan cingitli samit hanı burada? Yoxdur burada. Deməli, bir olan cavablarımızı çıxarıq gedir. Aha, məsələn, mıynanlı da cingitli, onda kar qarşılığı yoxdur da, ona görə çıxartdım. Deməli, deyək, cingitli qarşılığı olan və olmayan samit var. Cingitli qarşılığı olan samit, məsələn, sıdır, olmayan samit, məsələn, hıdır. İkili götürdüm. Yaşı deyişi fərqlənmir. Bəli, fərqlənmir də, bayaq dedik. Kar cingitli cütlük işlənib, şöhrətli, tıdı, şöhrətli, cütlük, bax, budur. Bu da belə. Yalnız bir məqamda ortaq cəhəti var saitlərin. İncəlikləri var, məsələn, başqa heç nələri yoxdur. Çünki dodaqlamayan deyə bilmirəm, dodaqlanan da. Açıq deyə bilmirəm, qapalıdır. Düz deyir də. Səs düşümü olan sözdə səs dəyişimi var. Səs dəyişimi zadı yoxdur burada. Şöhrət olduğu kimi qalır, lı da d olur. 2, 3, 4, 5 C bəndi müəllimlər.